Milli Məclisin üzvü Cavanşir Feyziyevlə həmsöhbət olacaq. Salamlayıram sizə Cavanşir bəy. Hoş gördük Aydın xanım. İlkin olaraq başlayaq bu Ermənistanda Birləşmiş Ştatlarla Ermənistan ordusu arasında bir hərbi təlimin keçirilməsi. Artıq bir neçə gündür bu xəbər çıxmışdı. Deyilənə görə Fransadan, Yunanıstan da ora cəlb olunacaqdı. İndi həm bu təlimin keçirilməsi, həm Birləşmiş Ştatlarda olan nümayəndələrin Ermənistanda olması görünən odur ki, İranı narahat eləmişdi ki, az öncə də xəbər bölüşdüm. İran nümayəndəsinin verdiyi bir bəyanatdır ki, Birləşmiş Ştatların orada olması heç də yaxşı bir gələcəyə siqnal vermir kimi bu tərzdə bir narahatlıqlarını ifadə etdi İran rəsmisi. İndi başlayıblar yenə İrandan səs çıxmağa. İndiyə qədər biz belə bir situasiyanı yaşamırdıq. İndi nə baş verir ki, nəyi sezib gələcəyi ilə bağlı ki, Tehran bu cür açıqlamalarla, bəyanatlarla çıxış eləyir? Tehranın məhz hərbi təlimlərlə bağlı belə narahatlıq ifadə etməsinin əslində heç bir əsası yoxdur. Çünki birincisi bu formatda olan hərbi təlimlər birinci dəfə deyil ki, Ermənistanda keçirilir. Bu hələ çox illər öncə də. Ermənistan da digər post-sovet ölkələri kimi sülh naminə tərəfdaşlıq proqramının iştirakçısı olub həmişə və Amerika Birləşmiş Ştatlarının hərbiçiləri ilə birlikdə çoxsaylı NATO hərbiçiləri ilə o cümlədən birlikdə çoxsaylı təlimlərdə iştirak edibdir və o zamanlarda İran rəhbərliyi tərəfindən heç bir irad bildirilməmişdi. Və xüsusilə Vətən müharibəsindən sonra Avropa Birliyinin Ermənistana yerləşdirdiyi qüvvələrə qarşı da İran hansısa ciddi bir irad bildirməmişdi. Ona görə bugün İran rəsmisinin bu şəkildə təlimlərə reaksiya verməsi özü təəccüblüdür və digər tərəfdən İranın problemləri Ermənistanda baş verən hadisələrdən, Ermənistanda keçirilən təlimlərdən daha ciddidir və daha vacibdir. Ona görə düşünürəm ki, İran rəsmisi sadəcə Ermənistanı çox da sərbəst buraxmamaq məqsədi ilə bu ifadələri işlədib, bu müsahibəni verib, amma əslində onun heç bir real dəyəri və təsiri yoxdur Ermənistan daxili hadisələrə. Bəy, ola bilərmi ki, məhz elə bu cür ağızdan çıxış eləməyin əsas səbəbi Kreml olsun? Yəni, İran vasitəsilə də həm də mesaj ötürür. Özləri bir başqa, bir də indi Tehrandan da istifadə edirlər. Ola bilərmi? Əlbəttə, bu həmişə belə olub. Elə bizim torpaqların işğalı zamanı da İranın Ermənistana göstərdiyi dəstək məhz Rusiyanın tələbi və təklifi ilə baş vermişdi. Və çünki İran və Rusiya strateji partnerluğunu heç zaman gizlətmir və hətta müharibənin ən qızğın vaxtlarında belə istər Rusiya-Ukrayna müharibəsinin, istər Amerika-İran müharibəsinin ən qızğın vaxtlarında belə onlar bir-birinə qarşılıqlı olaraq dəstəkləyiblər. Və Rusiyanın maraqlarını regionda dəstəkləmək üçün İran belə bəyanatlarla çıxış edə bilər. Bu da həqiqətə uyğundur hesab edirəm. Bu arada Rusiyadan danışırıqsa, Ermənistana müdaxilədən danışırıqsa bir seçki məsələsinə də qayıdaq istəyirəm Ermənistanda parlament seçkisində. İndi bir müddət öncə xəbərlər çıxırdı ki, müxalifət öz mandatını qəbul etməyəcək deyə ki, bu da Nikol Paşinyanın da əlini gücləndirəcək, xüsusən də konstitusiya ilə bağlı məqamlarda və s. İndi müxalifətdən belə bir xəbərlər çıxır, erməni mediasının yaydığı məlumatdır ki, xeyr, həm Samvel Karapetyandan, həm Köçəryanın tərəfdarları olan, yəni onlar da öz mandatlarını qəbul edəcəklər kimi. Amma bu, yenə də Nikol Paşinyan üçün heç bir şey dəyişməyəcək, çünki başqa bir alternativi var. Referendumdan da konstitusiyanın dəyişməyini həyata keçirə bilər deyə. Biraz bunun üzərindən də istərdim danışaq. Təbii ki, bir diplomatik, daha doğrusu parlamentdəki o prosesləri də daha yaxşı dərindən bildiyiniz üçün bir sizdən də bu prosesi necə tənzimləyəcək, necə həll edəcək Nikol Paşinyan sizdən eşidək. Ümumiyyətlə, Ermənistanda keçirilən son parlament seçkiləri bütün proses boyu baş verən hadisələr olduqca maraqlı hadisələrdir. Aydın məsələdir ki, Samvel Karapetyan da, Robert Köçəryan da Moskvanın istinad etdiyi, dəstək verdiyi qüvvələr idi və bunu Putin özü də açıq şəkildə bəyan etmişdi Paşinyanla görüşündə və heç ona qədər də heç kimə bu sir deyildi və 30 ilə yaxın irticaçı bir hakimiyyətin Ermənistanda hökm sürməsi də məhz Rusiyanın dəstəyi sayəsində mümkün olmuşdu. Amma seçkilərin gedişində
Samvel Karapetyanın partiyasının, Güclü Ermənistan partiyasının belə gözlənildiyindən çox miqdarda səs toplaması biraz təəccüb doğurdu və az sonra bütün bunlar əslində ifşa olundu. Hansı səbəbdən Güclü Ermənistan partiyası bu qədər səs toplayıb? Bu birinci növbədə rüşvət yolu ilə, seçicilərin rüşvət yolu ilə ələ alınması ilə və bu barədə kifayət qədər faktlar təqdim olundu və hətta cinayət işləri açıldı, həbslər oldu. Digər tərəfdən Rusiya pərəst qüvvələrin liderlərinin seçkidən sonraki davranışları özü bir tərəfdən gülməlidir, digər tərəfdən ifşa edicidir. Həm Robert Koçaryanın, həm Narek Karapetyanın, həm Qaqiq Sarukyanın ölkədən çıxmaq cəhdlərinin qarşısı alındı. Və indi Ermənistan mətbuatında gedən yazıların çoxu məhz o barədə yazılır ki, yaxşı, bu insanlar, bu 3 nəfər siyasi liderlər öz tərəfdarlarını hansı vədlərlə səs vermə kampaniyasına cəlb etmişlər. Onlar onlara əmin etmişlər ki, biz mütləq qalib gələcək, bizim arxamızda Rusiya dövləti dayanır və ona görə heç narahat olmayın, biz qalib gələcək və o zaman siz də bütün istəklərinizi biz həyata keçirəcək. Yəni, öz siyasi qüvvələrini formalaşdırmaq üçün Rusiya yönümlü yalan vədlər vermişdilər. Və nəticədə seçkidən dərhal sonra onların hakimiyyətə iddia etməyinin mümkün olmadığı aydın olanda bunlar hər üçü ölkədən çıxmağa cəhd göstərdilər. Bu isə onların partiyasına, onların bloklarına səs verən seçicilərdə bir məyusluq yaradır. Yəni, əgər seçkilərin nəticələri bu cür oldusa, siz bizi qoyub ölkədən qaçacaqdınızmı? Və bu indinin özündə hələ yeni parlament formalaşmamışdan, yeni parlament fəaliyyətə başlamamışdan Güclü Ermənistan və Ermənistan blokunun o cümlədən və çiçəklənən Ermənistan partiyasına səs vermiş adamların böyük bir hissəsində bir məyusluq hissi var. Və bu şübhəsiz ki, hakimiyyətə gələn Mülki Müqavilə Partiyasının mövqeyini daha da gücləndirmiş olacaq parlamentdə. Mən hətta istisna etmirəm ki, parlament fəaliyyətə başlayandan sonra Güclü Ermənistan və ya digər Ermənistan bloku və ya digər qruplardan hakimiyyət blokuna keçənlər də olacaq, çox güman ki. Yəni, üzvü olduqları blok və partiyadan istifa verənlər də olacaq. Və o ki, qaldı referendum məsələsini həlli də həm hüquqi nöqteyi nəzərdən, həm mənəvi nöqteyi nəzərdən tamamilə mümkündür. Erməni cəmiyyəti buna hazırdır və hüquqi əsaslar da buna imkan verir. Müxtəlif hüquqi üsullarla referendumun keçirilməsi təmin olunacaq və şübhəsiz ki, bu nəticələrdən sonra və seçkilərdən sonra baş verən, yəni bayaq dediyim, müxalifət liderlərinin öz seçicilərini qoyub qaçmaq cəhdlərindən sonra erməni cəmiyyətində bu referendumu təşkil etmək və çox böyük səs çoxluğu ilə onun qəbul edilməsinə nail olmaq daha asan görünür. Bir maraqlı məqama da toxunaq istəyirəm, Cavanşir bəy. İddianı az öncə səsləndirdim erməni ekspertdən. 2 məqama toxunur. Deyir ki, Rusiya bundan sonra, yəni hökumət dəyişikliyi üçün Ermənistanda daha ciddi addımlar atacaq. Bu addım nə ola bilər? İkinci bir iddiası da o yöndədir ki, ola bilsin ki, əksinə bir reaksiya göstərsin məhz Moskva. Hansı ki, Karapetyandır, Köçəryandır. Bunların əleyhinə, yəni necə ki, indi onlardan istifadə edirdi, əksində onları Ermənistan-Rusiya münasibətlərinə qurban verəcək kimi də ikinci bir yanaşma var. Hər iki yanaşmanı bir qədər sizin təhlil etməyinizi istəyirəm. Hansı variant daha yüksək bir ehtimaldır sizə görə? Ermənistanda baş verən hadisələrdən sonra Rusiyanın Ermənistana daha ciddi təzyiq və təhdid etmək üçün imkanları yoxdur. Bu imkanlar daha da məhdudlaşıb. Düşünmək olardı ki, 102-ci bazanın köməkliyi ilə və yerli müxalifətin birləşməsi sayəsində hökumətə qarşı hansısa üsyan qaldırmaq, məsələn, qiyam qaldırmaq kimi ssenarilər də ola bilərdi. Çünki Rusiya siyasətinin tarixində bu təcrübədən çox geniş şəkildə istifadə olunub, xüsusilə son 30 il ərzində. Amma hazırki durum, erməni cəmiyyətindəki hazırki durum və son parlament seçkilərindən sonra formalaşan
ümumi fikir mühiti onu demeye əsas verir ki, erməni xalqı bunun qarşısını asanlıqla alacaq. Və düşünürəm ki, Rusiya siyasi establishmentində də bunu lazımı şəkildə dəyərləndirib bu fikirdən vaz keçəcəklər və yaxud artıq vaz keçiblər. Yeganə çıxış yolu sizin də dediyiniz kimi öz figurlarını qurban verməkdir. Biz unutmamalıyıq ki, hələ Samvel Karapetyandan da əvvəl Ruben Vardanyan belə bir namizəd idi. Qarabağ ərazisində gəlib özünü göstərmək, biraz tanınmaq və Ermənistanda nüfuz qazanmaq və sonra Ermənistana baş nazir qismində transfer edilmək ssenarisi üzrə Ruben Vardanyan Qarabağa gəlmişdi. Və bu alınmadıqda Samvel Karapetyan kartı işə düşdü. Və Koçaryan artıq istifadə olunmuş kartdır. Bu hamıya məlumdur. Rusiyada da bilirlər ki, Koçaryan tək başına Ermənistanda heç bir qüvvə, kifayət qədər təsir edəcək bir qüvvə formalaşdıra bilməzdi. Ona görə Samvel Karapetyanı siyasətə qoşdular. Və bugün Samvel Karapetyan da onların çoxdankı biraz yarım açıq, yarım gizli dəstəkçisi Qagis Sarukyan da və aydın və açıq dəstəkçisi Robert Koçaryan da artıq elə bir durumdadılar ki, onların indən sonra Ermənistandakı siyasi hadisələrə təsir gücü günbəgün azalacaq. Ona görə Rusiyanın yeni hökuməti tanımaqdan və onunla işbirliyini davam etdirməkdən başqa yolu qalmayacaq. Aydındır. Təşəkkür eləyirəm sizə Cavanşir bəy təhlilləriniz üçün. Cavanşir Feyziyev Milli Məclisin üzvü canlı bağlantıdaydı.